Gedək buradan. Qaçdıq. Herkese salam dostlar, mən Əliko. Bugün Granny Legacy oynayacağım dostlar. Oynamamışdan əvvəl videomu bəyənət və kanalıma abunə olmayı unutmayın dostlar. Deməli dostlar, Granny Legacy'də qəşəng özəlliklər var. Həm də robot qaçışı var dostlar. Bu ayarı açanda robot qaçışı edə bilirik. Deməli təzə bir silah var. Böyle bir Granny Gratpay bunun üstünə basanda zəhərlənib bayılırlar. Bu da bir dənə robotdur. Bizi görəndə də öldürür dostlar. Bu da versiyanı dəyişdirir. Məsələn 1.7, 1.8 deyə bilirik. Bu nədir dostlar? Bu deməli əşyaların yerini dəyişdirir. Məsələn 2 qoysam əşyalar başqa yerlərdə çıxacaq. Məsələn nə deyim, silah parçasını desəm kukunada çıxırsa, əgər bunu 3 eləsəm, o çıxacaq ya maşının yanında ya da nə bilim başqa bir yerdə çıxacaq. Elə bir sistemdir bu dostlar. 2-dən oynayacağım dostlar. Çünki robot qaçı 2-dən qaçıram mən. Normal mod var, impossible mod da var dostlar. Impossible-da bir gün bitirəcəm. Bunları bağlayaq. Bu da dostlar hörümcəyə fobisi olanlar üçündür. Ona görə açıq qoymuşam. İndi göstərəcəm necə görsənir deyə. Mənim fobim yoxdur deyə elə belə açmıram onu. Elə belə bu videoyu göstərmək üçün açıram. Burada da musiqiləri dəyişdirirsən. Məsələn Granny bizi qovalayanda musiqi dəyişir. Deməli Granny bu var. Bu versiyada Granny bu versiyasına başqa idi. Sonra dəyişdirdilər 1.8 gələndə. Granny 2 var, Granny 3 var. Mən Granny 2 qoyacağam. O musiqisi daha yaxşıdır. Hə, deməli burada ekran genişlədirik. Mən 95 elədim. Hə, burada da dostlar puldan satın almışam hamısını. Deməli dostlar, əgər easy modda oynasanız, easy modda bitirsəniz, sizə 2 coin verəcək. Normalda 3, hardda 4, ekstremdə 5, impossible'da 6'dır dostlar. Mən hard modda bitirdim bu bütün görevli şey eləmək üçün. Bunların hamısını almaq üçün. Ona görə dostlar hard mod daha yaxşıdır. Həm də adam öyrəşir sonra. Yavaş-yavaş ekstremdə bitirə bilsən, impossible'da. Mən hard modda bitirə-bitirə öyrəndim bu oyunu. Hə, deməli burada da bəzi görevlər və ekstrem modda qapı qaçışı, nə bilim, bu impossible elə ən çətini budur. Mən bu bir dənə eləmədiyim bu impossible-dan Granny Gratpay qaçış. Yəni 2 nəfərlik impossible qaçış eləyə bilməmişdim onu. Qalan hamısını eləmişəm, amma bu qalanların videosu gələcək dostlar hamısının. Neysə, başlayaq. Deməli getdik. Başladı oyun. Burada robotun dostlar səsi biraz qorxa bilərik. Yəni bir yandan çıxsa adamın belə ürəyə düşür. İndi burada da göstərəcəm. Aya getdi o tərəfdən. Gratpay bu çöldədir. Yəni sonra götürmək yaddan çıxdı. Ben robotu açdım deyə dostlar belə qapan gəlir. Bir də dostlar belə bir şey göstərəcəm. Gördüyünüz kimi bomba var burada. Belə patlayır. Sonra gedir dostlar. Bu da dostlar hədiyədir. Belə açanda ya patlayırıq ya da nəsə verir. Açıram belə. O mərmilər. Hasarı götürüm. Gratpay yuxarıda. Allah. Hər yerə qapan gəlir. Hazır. Bunu götürüm, lazım olacaq robot qaçışı üçün. Burada vazo var, Gratpay'ın vazosu. Allah, uçdu vazo. Buna Gratpay gəlir dostlar, bu əgər bu vazonu yerə atsaq. Bunu vurdum, bir dənə Gratpay'da vurum. Veriyorum silah. Artıq silah bizdədir. Burada da bomba var. O robot da bu silahdan vuracağım. Robotdan canımız kurtardı dostlar. Bu da bir Developer'ın bir oyunu var idi. Oyundaki robottu. Ama oyun Play Market'te yoktu halihazırda. Allah Allah patlayacağım.
Allah patladı mı? Patladık burada. Allah silah da getdi ki. Silah alan kimi öldük. Neyse problem değil. Gedib weapon ki ok götürəcəm. Allah her yerde bomba var elə bir. Granny buradadır. Demə ses salmalıyam. Heç kim yoxdur. Dekrat buradadır. Dekrat geçsin bu. Gel Gratpa. Sen de gel Granny. Gel de Granny ha. Bunu silahını götüreyim. Deməli nə qarırıq? Bunun mərmisini bir dənə hazır doldurum. Aşağıya gedirəm indi. Görünüş ki təzə silah da buradadır. Bu da təzə gəlibdir dostlar. Robota aiddir bunlar. Şimdi bunu da işlədəcəm. Burada da qapan qoyacaqlar. Bu robotu açanda dostlar olur belə şey. Ayda. Vurmamışdım bu silahdan ben bunu. Ha vurdum. Bu defa hiç olmadı vurdum. Tek Granny gelsin. Getdi Granny. Gratpa da gelsin. 5 saate geldik. Hayda. Allah şükür 5 saate gelsin. Bir tane buradan atım. Hayda. Bunu götürmem sebep dostlar robot qaçışı en yukarıda dostlar. Ona göre geldim bunu götürdüm. Bu da hasar düşmüştü ha. Bu hazır. Bunu çevirək. Deməli robot qaçışına ait bir dənə parça var. Gördüyünüz kimi dostlar yukarıda da belə bir şey var. Orada robot var. Hadi gel de I see you. Ben bir tane mermi boşa gitti. Ben bunu götürüm. Burada da mermi var. Allah bir tane qalıb ki. Eybi yox. Hazır başka yerlerde de mermi var. Bunu atın bura. Bura gelen olsa basar, zəhərlənər. Deməli bunu götürək. Bunu buraya qoyaq. Ben bunun mərmisini tez doldurum. İndi isə robotu göstərirəm dostlar. Gördüyünüz kimi robot budur. Qaçı. Aha Granny getdi. Ha bir de size örümcək belə olur dostlar gördüğünüz kimi sprey şəklində fobisi olanlar üçün eləyiblər. Ona görə belədir. Nəsə ayaq səsi zat gəlir Gratpanın. Hər ehtimalı qarşı silahı özümə gətirəm. Bu da dostlar burada 100 kilo olanda bize əşya verir. Mesela qoyuruq. Gördüğünüz kimi az olduğu için atmadı. Çox olsa əşya verir bize.
Bir dəqiqə indi bunda elektrik verək. İndi sizə bunu göstərəcəm. Bu robot hazır olana qədər bunu göstərəcəm. Olmadı. Gərək çox əşya ola. Nəsə bir videoda edərəm bunu. Gedək buradan. Qaçdıq. Və bu qədər dostlar. Dostlar, bugün Granny Legacy-ni sınadıq. Çox qəşəng oyundur. Yəni Granny remake-lərindən çox bunu bəyənirəm. Granny-nin çox remake var mobil olaraq. Məsələn, Granny Resurgence deyə bir oyun var. Sonra Reyamp, sonra başqa belə remake-ləri var mobil üçün. Onlar da bir gün videosu gələcək. Video bura qədər idi. Sağ olun, salamat qalın.